Salam uşaqlar. 35-ci testlə davam edək. Daha doğrusu 36-cı testlə. 35 işləmişdik. Xan sülaləsinə aid olanları müəyyən edin. Xan sülaləsi eramızdan əvvəl 206-cı ildən bizim eranın 204-cü ilinə qədər 410 il hakimiyyətdə olmuşdu. 1. Eradan əvvəl 3-cü əsrin ikinci yarısında hakimiyyətə gəlib. Bəli, doğrudur. 206-cı il 3-cü əsrin ikinci yarısıdır. Çində ilk dəfə dəmir emal olmağa başlanması. Xeyr, bu aid deyil. Çünki dəmir emalı eradan əvvəl 6-cı əsrdədir. Bu da Xan sülaləsini görmür. Çindən Şimali Afrika və İspaniyaya qədər ticarət yollarının uzanması. Bəli, Xan sülaləsi dövründə ipək yolu artıq fəaliyyət göstərirdi. 3-ü götürürük. Ölkədə qul və kəndli üsyanı da doğrudur. Çünki sarı-sarıqlılar üsyanı, qırmızı qaşlılar üsyanı Xan sülaləsinə qarşı olmuşdu. Çinin inzibati baxımdan ilk dəfə vilayətlərə bölünməsi Sin Şuxandi tərəfindəndir. Ona görə 5-i götürmürük. Demək 1, 3, bir də 4 olacaq cavab. 37-ci test. Hadisə və nəticə əlaqələrinin uyğunluğunu müəyyən edirik. Dəmirin emalı nəticəsində təsərrüfat inkişaf edir. Bəli, 1 doğrudur. Sin Şuxandinin tədbirləri nəticəsində ölkənin vilayətə bölünməsi. Bəli, 2 də doğrudur. Deməli 3-4 səhv olacaq. Sin sülaləsinin hakimiyyətə gəlməsi, Böyük İpək yolunun salmağa başlanması. Xeyr, bu yanlışdır. Çünki İpək yolu Xan sülaləsi dövründədir. 4. Vuruşan padşahlıqlar dövrünün bitməsi, Sin sülaləsinin hakimiyyətinin başa çatması. Bu da yanlışdır. Çünki vuruşan padşahlıqlar eramızdan əvvəl 4-cü, 3-cü əsrdə baş verib, 3-cü əsrdə bitib. 3-cü əsrdə vuruşan padşahlıqların bitməsi ilə Sin sülaləsi hakimiyyəti başa çatmır. Əksinə hakimiyyəti başlayır. 38-ci test. Qədim Hun dövlətinə aid uyğunluğu müəyyən edin. Metih Xaqanın tədbirləri nəticəsində güclü ordu yaranır. Bəli, doğrudur. Onluq, yüzlük, minlik dəstələrə bölür Metih Xaqan ordunu və gücləndirir. Teoman Tanxunun qələbələri nəticəsində Pençe müqaviləsi yanlışdır. Çünki Pençeni Metih imzalayıbdır. 3. Metih Xaqanın Çinə hücumu Böyük Çin səddi də yanlışdır. Çünki Teomana görə idi Çin səddi. Daxili çəkişmələrin baş verməsi dövlətin parçalaması. Biri də 4-dür. 1 və 4 cavabdır. 39. Səbəb-nəticə əlaqələrinin düzgün verildiyi bəndi müəyyən edin. 1. Sin padşahlığının digər dövlətlərlə mübarizədə qalib gəlməsi nəticəsində mərkəzləşdirilmiş idarə sisteminin yaradılması. Bəli, Sin Şuxandi ölkəni birləşdirir, imperiyaya çevirir və Çində ilk imperiya yaranır. 2. Makedoniya qoşunlarının hücumu nəticəsində Böyük Hun xeyr. Bunlar heç uyğun deyil. Çünki Makedoniya dövləti eramızdan əvvəl 4-cü əsrdə yaranıbdır. Böyük Hun dövləti isə eradan əvvəl 58-də parçalanıbdır. 3. Pençe müqaviləsinin imzalanması nəticəsində Xan sülaləsinin hökmdarlarının Hunlara xərac verməyə öhdəsinə götürməsi. Bəli, bu da doğrudur. Çünki Pençe müqaviləsi 200-cü ildə imzalanıb, Xan sülaləsi eradan əvvəl 206-cı ildən hakimiyyətdədir. Deməli, həmin dövr Xan sülaləsinə düşür. Deməli, 1 və 3 düzdür. Onda 4 də yanlış olacaq. 4-ə baxaq. Sin Şuxandinin qoşunlarının hücum etməsi nəticəsində Qərbi Hun, bu da yanlışdır. Çünki Qərbi Hun dövlətinin süqutu Sin Şuxandi ilə əlaqədar deyil. 40-cı test. Çində Sin sülaləsindən fərqli olaraq Xan sülaləsinin hakimiyyəti dövründə mərkəzləşdirilmiş dövlət idarə etmə sistemi yaranıb. Deməli, Sin Şuxandidən fərqli olaraq bu yanlışdır. Çünki əksinə Sin Şuxandi yaradıbdır mərkəzləşmiş dövləti idarə sistemini. 2. Vahid pul sisteminin tətbiq edilməsi. Xeyr, bu da Sinə aid idi. O, vahid ölçü çəki pul sistemi yaratmışdı. Qərbi Hun dövlətinin süquta uğradılması. Ümumiyyətlə, Qərbi Hun dövlətinin süquta uğradılması Xan sülaləsi dövründə deyil. Koreya və Vyetnama bəzi vilayətlər tabe edildi. Bir də Konfutsi təlimi mövcud idi. Konfutsi təlimi hər ikisində mövcud olubdur. Onda Xan sülaləsinin hakimiyyəti dövründə Koreya və Vyetnamın tabe edilməsini götürürük. Vahid pul sisteminin tətbiqi də olmaz. Burada 40-cı testdə olacaq cavab 3 və 4. Çünki Konfutsi təliminin mövcud olması hər ikisindədir. Yəni 6-cı əsrdən bu yana Konfutsi təlimi orada mövcuddur eramızdan əvvəl.
Vahid pul sisteminin tətbiqi sırf Sin Şuxanci dövründədir. Xanda fərq deyil. Mərkəzləşmiş dövlət də Sin Şuxanci dövründədir. Onda qalır 3 və 4. 41-ci test. Eyni əsrdə yaranmışdır. İskit padşahlığı, Əhəməni dövləti, Manna dövləti, Böyük Hun imperatorluğu və Sin padşahlığı verilibdir. Cavab burada Böyük Hunla Sindir. Çünki Hun dövləti eramızdan əvvəl 220-də, Sin padşahlığı isə eramızdan əvvəl 221-də yaranıb. Amma İskit padşahlığı eradan əvvəl 7-ci əsr, Əhəməni dövləti eradan əvvəl 500-ci il, Manna dövləti eradan əvvəl 9-dadır. Yəni cavab 2 və 3-dür. 42-ci test. Qədim Çin tarixinin eradan əvvəl 3-cü əsrin ikinci yarısına aiddir. Xan sülaləsinin devrilməsi bizim eranın 3-cü əsridir. İnzibati islahatlar olacaq, çünki Sin Şuxancinin dövrüdür. Onun da hakimiyyəti 221-dən 206-ya qədər eradan əvvəldir. Çindən gələn ticarət yolları eradan əvvəl 2-ci əsrdədir, İpək yolu. Ona görə 3 deyil. Yoxsulların üsyanı olmaz, çünki 1-ci əsrdə və bizim eranın 3-cü əsrindədir. Müstəqil quldar dövlətləri ləğv olacaq biri də. Çünki 3-cü əsrdə müstəqil quldar dövlətləri ləğv olunur ki, Sin Şuxanci hakimiyyəti gələrək inzibati islahat keçirir. 2 və 5 olacaq burada da. 43-cü test. Qədim Çin tarixinə aid səbəb-nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. 1. Böyük Çin səddinin tikilməyə başlanması nəticəsində Hunların Çinə hücumlarına son qoyulması. Xeyr, bu son qoymur. Yenə də hücumlar baş verir. 2. Feodal zülmün getdikcə artması nəticəsində qırmızı qaşlılar xeyr, bu da quldarlığa qarşı idi. Üsyan. 3. Xan sülaləsinin hakimiyyəti dövründə kəndlilərin və qulların ağır vəziyyəti sarsarıqlar, bu da doğrudur. 3. Vahid dövlətin yaradılması nəticəsində vuruşan padşahların başlanması, bu yanlışdır. Çünki vahid dövlət yarananda vuruşan padşahlıqlar başa çatır. 5. Sin sülaləsinin hakimiyyətə gəlməsi nəticəsində bütün ölkə üçün bəlli vahid ölçü çəkib pul sistemi yaranır. Demək, 3 və 5 düz cavabdır. 44. Hakimiyyət uğrunda mübarizə baş verməsi nəticəsində Böyük Hun imperiyası parçalanır. 1 düzdür. Hunlar Pinçin şəhəri yaxında Çin ordusunun mühasirəyə alması nəticəsində Sin sülaləsi Hunlara vergi ödəməyə məcbur olur. Düzdür, Pinçində Hunlar qalib gəlir və Çinlilər vergi ödəyir. Amma bu Sin sülaləsi deyildi. Çünki söhbət 200-cü ildən gedirsə eradan əvvəl, bu zaman artıq Xan sülaləsi deməli 2 yanlışdır. 3. Mehdid Xanın işğallara başlanması nəticəsində bu qeyd bu da doğrudur. Deməli 1 və 3 düzdür. 4-ün də səhv olduğuna əmin olaq. Teomanın Çin üzərinə fasiləsiz hücum etməsi nəticəsində Xan sülaləsi Böyük Çin səddinin inşasına başlaması da yanlışdır. Çünki Teoman Çinə hücum edir, tamam, amma o dövrdə Xan sülaləsi Çində hakimiyyətdə deyildi. 45. Uyğunluq gözlənilmişdir. Düzgünü tapırıq. Sin Şuxanci işğalları nəticəsində Çin dünya ticarət yollarına çıxış etdi. Yanlışdır. Dünya ticarət yollarına Çin eradan əvvəl 2-ci əsrdə çıxıb, Sin Şuxancidə o vaxtı yox idi. Sarqonun Şumen şəhər dövlətləri üzrə qələbəsi nəticəsində dünya tarixinin ilk imperiyasının yaranması. Bəli, bu doğrudur. Sarısarıqlar üsyanı nəticəsində Çində padşah hakimiyyəti və quldarların hökmdarlığı zəifləyir. Bəli, bu da doğrudur. 2-3. Kiaksarın işğalçı yürüşləri nəticəsində Əhəmənilər dövlətinə son qoyulur. Bu yanlışdır, çünki Əhəmənilər mediaya son qoyacaq. Hun hökmdarı Mete Xaqanın Çinə yürüş etməsi də Böyük Çin səddinin inşasına səbəb deyil, çünki Teomandandır. Cavab olacaq 2 və 3. 45. 46. Cəmi 54 test az qalır. Demək, eradan əvvəl 2-ci, 1-ci əsrlərdə Çin hökmdarları Hunların qələbəsi ilə barışmaq istəmir. Onlara qarşı aşağıdakı siyasəti tətbiq edir. Vergidən boyun qaçırır, Hunların döyüş taktikasını öyrənir, negativ diplomatiyası istifadə edir. Hunlar arasında ədavət salır. Verilən siyasətin nəticəsində Çin dövləti nəyə nail ola bilərdi? Yəni, bütün bu etdiklərinə görə nəyə nail olur? 1. Hunlar arasında feodal fərqə. Xeyr, o dövr feodalizm dövrü deyil. Ona görə biri çıxırıq. Hunların parçalaması. Bəli, onlar Hunu parçalamaq istəyirdi. Ən böyük arzuları o idi. Çin'i vahid halda, xeyr, onlar Çin'i vahid halda birləşdirmək üçün bunu etmirdi. Çin artıq birləşmişdi. Demək, biri olacaq 2. Hun dövləti zəifləməsinə. Bəli, onlar Hunu zəiflətmək istəyir. Biri də 4. Hun dövləti ilə sülh şəraitində yaşamaq üçün də bunu etmirdilər. Cavab 2 və 4 olacaq. 47.
Eradan əvvəl 1-ci minilliyin ortalarında Çində qullar dövlətlər mövcud idi. Onlar Çinin birləşdirilməsi uğrunda bir-birinə amansız mübarizə aparır. Uzun sürən bu müharibə Sin sülaləsi qələbə qazanır və Sinşuxanca gəlir. Verilənlərə əsasən qədim Çində dövrün xüsusiyyətini müəyyən edin. Vuruşan padşahlıqların mövcud olması. Bəli, vuruşan padşahlıqlar mövcud idi. Çünki burada özü də deyir ki, quldar dövlətlər var idi. Quldarlığın yaranması xeyr yanlışdır. Artıq quldarlıq var idi. Feodal pərakəndəliyi də yoxdur. Çünki bu feodalizm deyil. Vahid dövlətdə birləşməsi. Bəli, Sinşuxancada birləşdirir. Cavab 1 və 4-dür. Xronoloji ardıcıllıq. Böyük Hun dövlətinin qərb və şərq Hunlarının parçalanması. Eradan əvvəl 58. Böyük Çin səddinin tikilməyə başlanması. Eradan əvvəl 214. Çin ərazisində Xan sülaləsinin hakimiyyətə gəlməsi. Eradan əvvəl 206. Deməli, birinci olacaq 2, sonra olacaq 3, daha sonra isə 1 olacaq. Digərinə baxaq. Xronoloji ardıcıllıq 49-cu test. Roma qoşunlarının Fras bayırındakı döyüşdə məğlubiyyət. Eradan əvvəl 36. Kuti dövlət qurumunun yaranması. Eradan əvvəl 3-cü minilliyin ikinci yarısı. Çində vuruşan padşahlıqlar dövrünün başlanması. Eramızdan əvvəl 4-cü əsr. Manna dövlətinin yaranması. Eradan əvvəl 9-cu əsr. Demək, birinci böyük minilliyi götürürük. 2, 4, 3, sonra 1. Böyükdən kiçiyə doğru düzürük, çünki eradan əvvəldir hadisələr. 50-ci test. Xronoloji ardıcıllığı müəyyən edin. Maqnitsia döyüşü. Eradan əvvəl 190. Mannada mərkəzləşmiş dövlət. Eradan əvvəl 8-ci əsr İran Zulu dövrü. Qədim Hindistanda vahid dövlət. Eradan əvvəl 3-cü əsrin ikinci yarısı. Çində qırmızı qaşlılar üsyanının baş verməsi. Eramızdan əvvəl. Bizim eranın 1-ci əsri. Ən sonda bu olacaq. Deməli, birinci götürürük 2, sonra 3, sonra 1, sonra isə 4. 51-ci test. Yenə xronoloji ardıcıllıq. Qədim Çində erkən sivilizasiya. Eramızdan əvvəl 3-2-ci minillik. Çin torpaqlarının ilk dəfə vahid halda birləşməsi. Eradan əvvəl 221. Böyük Peh yolunun salınması. Eradan əvvəl 2-ci əsr. Qırmızı qaşlılar üsyanı bizim eranın 1-ci əsri. Ən böyükdən başlayacaq. 1, 1, 2, 3, 4. Olduğu kimi ardıcıl gedir. 52-ci test. Yenə xronologiya. Sarsarıqlar üsyanı. Bizim eranın 184-cü ili. Qırmızı qaşlılar üsyanı. Bizim eranın 1-ci əsri. İran Züyə qarşı Dorduka şəhərində üsyan. Eradan əvvəl 719-cu il. 3, 2, 1 olacaq. Eradan əvvəl ən böyük götürürük. Bizim erada isə normal. Kiçikdən böyüyə. 53. Yenə xronologiyadır. Qırmızı qaşlılar üsyanı. Bizim eranın 1-ci əsri. Makedoniya İskəndərin Hindistan döyüşü. Eradan əvvəl 327. Akkad imperiyasının süqutu. Eradan əvvəl 3-cü minilliyin sonu. Sarsarıqlar üsyanı. Eradan əvvəl bizim eranın 184-cü ili. Demək, birinci olacaq 3, daha sonra 2, daha sonra 1, daha sonra isə 4. 54. Mehdi, Teoman və Sinşuxancaya aid hadisə götürəcək. Pinçen müqaviləsi eramızdan əvvəl 200-cü ildə imzalanmışdı və hadisə Mehdi xalqına aiddir. 1-ə A. Tibet tayfalarının tabe edilməsi də Mehdi xalqına aiddir. Ölkə ərazisinin 36 vilayətə bölünməsi Sinşuxancaya aiddir. Mərkəzi Asiyada yeni dövlətin yaranması Teomana aiddir. Koreyanın işğalı isə Xan sülaləsinə aid olduğuna görə heç birinə getmir. Bu qədər. Hindistan və Yunanistanla davam edəcək. Sağ olun.